Salam hər kəsə. Heç dovşan yuxusu görübsünüzmü? Gəlin görək bu tüklü canlılar bizə nə demək istəyir. İlk öncə ümumiyyətlə dovşan görmək əla əlamətdir. Xoşbəxtlik, uğur, bəxt və müsbət enerji rəmzi hesab olunur. Əgər yuxunuzda dovşan görürsünüzsə, deməli müsbət dəyişikliklər yaxınlaşır. Bəs körpə dovşan görmək nə deməkdir? Bu şirin balaca məxluq incəlik, sevgi, yeni başlanğıclar və həyatın kiçik sevinclərini təmsil edir. Ailənizdə və ya şəxsi həyatınızda müsbət dəyişikliklərə işarədir. Bəs birdən yuxunuzda çoxlu dovşan görsəniz, bu bolluq və sevinc əlamətidir. Həm ailə, həm də iş həyatında müsbət enerji, var dövlət və uğur deməkdir. Növbəti məsələ yuxuda dovşan tutmaq. Bu o deməkdir ki, əla fürsətləri əldən buraxmırsınız və uğura doğru irəliləyirsiniz. Zəhmətinizin bəhrəsini görəcəksiniz. İndi isə maraqlı bir şey ağ dovşan. Bu gözəl məxluq saflığı, sevgini, sədaqəti, sülhü və harmoniyanı təmsil edir. Romantik münasibətlərdə və ya daxili tarazlığınızda müsbət dəyişikliklərə işarə edə bilər. Bəs dovşan qara rəngdədirsə? Qara dovşan sirr və qorxunu təmsil edir. Çətinliklərinizlə üzləşməyiniz və ehtiyatlı olmağınız üçün bir xəbərdarlıqdır. Daha xoş bir notda, sarı dovşan görmək sevinc, enerji və yeni imkanlar deməkdir. Yeni başlanğıclara qapı açmaq və risk etmək üçün bir işarədir. Nəhayət, əgər yuxunuzda dovşan sizi dişləyirsə, bu kiçik bir xəbərdarlıqdır. Gözlənilməz hadisələrə və ya kiçik problemlərə işarədir. Diqqətli olmağınız və münasibətlərinizi yenidən qiymətləndirməyiniz üçün bir xatırlatmadır. Beləliklə, növbəti dəfə dovşan yuxusu gördüyünüzdə bu mənaları xatırlayın. Yuxularınız sizi daha yaxşı bir gələcəyə yönəldə bilər. İzlədiyiniz üçün təşəkkürlər və daha çox yuxu yozumları üçün bəyənib abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.